Salam, hər vaxtınız xeyir olsun mənim dəyərli izləyicilərim. Mən Aytaç müəllimə. Bugün sizlə müəllimlərin işə qəbulu imtahanının çərçivə sənədinə ədəbiyyat müəllimləri üçün daxil edilən əsərlərdən birini də izah etməyə çalışacağam. Onun təhlilini edəcəyik. Həmin əsər Viktor Hugo'nun Səfillər əsərindən bir parçadır, Kazetta adlanır, yəni ixtisarla verilmişdir 6-cı sinif dərsliyində. Düşünürəm ki, Səfillər əsəri haqqında məlumatı olmayan yoxdur. Bu, 19-cu əsr dünya ədəbiyyatında xüsusi rolu olan, yəni çəkisi olan əsərlərdən biridir və onun sadəcə balaca bir parçasını biz bugün təhlil edəcəyik. Və oxumayanlara, bu əsərlə bağlı ümumiyyətlə məlumatı olmayanlara da Səfillər romanını oxumağı tövsiyə edirəm. Ödənişli Azərbaycan dili və ədəbiyyat mix sertifikasiya hazırlığı qruplarıma qoşulmaq istəyənlər üçün də qısa xatırlatma etmək istəyirəm. Qrupların hər biri aktiv və çərçivə sənədinə yeni salınan mövzuları da artıq yavaş-yavaş keçməyə başlayırıq. Onların hər biri ilə bağlı sınaqlar təqdim edirəm müəllimlərə. Sınaqlarda işləyirik. Kimlər ki, bizimlə uğura doğru addımlamaq istəyirsə, buyurub mənim qruplarıma qoşula bilər və nəticələrlə də tanış ola bilərsiniz. Və ödənişsiz Azərbaycan dili ədəbiyyat qruplarıma qoşulmaq istəyənlər üçün də kommentariya hissəsində link paylaşacağam. Həmin linklərə daxil olub yararlana bilərsiniz. İndi isə keçək təhlilə. Paris yaxınlığında Montfermeil kəndindəki sadə bir meyxananı Thenardier adlı birisi arvadı ilə birlikdə saxlayırdı. Yəni Thenardier ailəsi burada yaşayırdı. Bunların yaşadığı yer haradır? Paris deyildi. Parisin yaxınlığında Montfermeil adlı kənd. Deməli, Thenardierlər Paris yaxınlığında yaşayırdılar. Yəni bunların yaşayış yeri Paris deyildi. Bir bahar axşamı Thenardier'in meyxanasının qabağında bir araba dayanmışdı. Deməli, nə vaxt? Bir bahar axşamı. Axşam gəlir. Kazetta anası ilə birlikdə axşam gəlmiş olur. Arabanın oxunun altından yarımdairə şəklində bir zəncir sallanırdı. Bu zəncirin üstündə iki balaca qız oturmuşdu. Bu da Thenardier ailəsinin qızları idi. Qızların əynində çox yaxşı, hətta qəşəng paltarları var idi. Deməli, hansısa testə salınsaydı ki, Thenardier ailəsinin qızları yaxşı geyinmirdilər, səliqəsiz və eybəcəri idilər, bu ifadələrin hər biri yanlışdır. Kazetta qədər, yəni ilk baxışda, onlar da gözəl geyinmişdilər. Meyxananın qapısı qabağında yaraşıqsız bir arvad oturmuşdu. Bu, qızların anası idi, Thenardier qadın yəni. Ana uşaqları yelləndirir və saxta bir səslə nəğmə oxuyurdu. Nəğmənin hansı mövzuda olduğu məlum olmur. Hər halda ki, qızlarını əzizləyirdi. Burada qadın adı verilməyib və saxta bir səs, yəni elə də gözəl olmayan bir səsi var imiş. Səsi qədər özü də yaraşıqsızdı. Bunu müəllif təsvir etməyə çalışır. Və hətta bunun xarakterində də hopub bu eybəcərlik. Kimsə ona yaxınlaşdı və birdən lap qulağının dibində bu sözləri dedi. Xanım, nə yaxşı uşaqlarınız var. Deməli, bu gələn yolçu qadının ilk diqqətini çəkən bu uşaqlar idi. Qızların anası oxuya-oxuya dönüb baxdı. Onun qabağında bir neçə addımlıqda bir qadın dayanmışdı. Onun da qucağında balaca bir uşaq vardı. Arvadın qucağındakı uşaq 2-3 yaşında olduqca gözəl bir qız idi. Yəni bu Kazetta idi. 2-3 yaşındaydı onun da Kazetta. Paltarının bərbəzəyi heç də o bir qızlarınkindən geri qalmazdı. Kurjevalı çutkusunun geyimidir bu. Üstündən başdan nazik kətan ləçək bağlanmışdı. Koftasının kənarlarına lent tikilmişdi. Qatlanmış tumanının altından totuq və möhkəm ayaqları görünürdü. Üzünün rəngi qızılgül kimi gözəl və sağlam idi. Kazettanın gözəlliyi təsvir edilir burada bir uşaq kimi. Yanaqları almaya bənzəyirdi. Qız yatırdı. Fikir verin, Kazetta anası gəldiyi vaxt yatmış olur, amma sonradan ayılır. Qızcığazın anası isə yoxsul və məyus görünürdü. Burada bir təzad var. Kazettanın gözəl geyimi, anasının yoxsul geyimi. Paltarı onu təzədən kəndli olmağa hazırlaşan bir fəhlə qadına bənzədirdi. Bu iki qızın anası deyir. Mənim adım xanım Thenardier'dir, dedi. Bu meyxana ərimlə mənimdir. Yolçu qadın başına gələn əhvalatı danışdı. O fəhlə bir qadın imiş. Parisdə iş tapmaq çətin olduğundan onu başqa yerdə, vətənində axtarmağa gəlmişdi. Deməli, bu qadının vətəni elə bu Montfermeil adlanan yer imiş. Bu sözləri deyib öz qızını elə hərarətlə öpdü ki, onu yuxudan ayıltdı. Deməli, qızını öpür çarəsizlikdən və uşaq da yuxudan ayılmış olur. Qız anasının gözləri kimi mavi gözlərini açıb baxdı. Deməli, hər ikisinin gözləri mavidir. Qızın da, anasının da. Sonra güldü və sürüşüb yerə düşdü. Bu şirin uşaq birdən yellənçəkdə yellənən iki qızcığazı görərək durdu və sevincindən dilini çıxartdı. Qızlarla oynamaq istəyir. Thenardier ana qızları yellənəcəkdən düşürüb uşaqlara dedi. Üçlükdə oynayın. Deməli, üçlükdə oynamağı təklif edən bu qadının özüymüş. Yolçu deyildi. Qadınlar söhbətlərinə davam edirdilər. Qızınızın adı nədir? Kazetta.
Thenardier ana. Baxın, uşaqlar bir-birinə nə tez alışır. Kənardan baxan bunları üç bacı zənn edər. Deməli, uşaqları üç bacı kimi, yəni görən, onları bu cür yaraşdıran yolçu qadın deyildi. Thenardier qadındır. Baxın, burada da hətta bunun görkəmi belə verilir. Uşaqların təsviri, oynamaqları, Kazettanın öz anası ilə gəlişi, Thenardier qarı. Bu sözlər o biri qadının ruhunu qığılcım kimi işıqlandırdı. Yəni, uşaqların üç bacı kimi yəni oynamağı. O Thenardier'in əlindən tutaraq diqqətli bir nəzərlə baxdı. Razısınızmı uşağım sizinlə qalsın dedi. Çarəsizlikdən yaranır təbii ki bu suallar. Kazettanın anası sözünə davam edərək. Bilirsinizmi dedi. Mən qızımı özümlə bərabər vətənimə apara bilməyəcəyəm. Uşaqla birlikdə iş tapmaq çətindir. Bu qadın çıxılmaz vəziyyətdə idi və ona görə də uşağı gərək bir yerdə qoysun, iş tapmağa getsin. Uşaqlarınızı bu qədər gözəl və bu qədər təmiz, bu qədər məmnun gördüyüm zaman ürəyim titrədi. Öz-özümə, nə yaxşı anadır dedim. Bu çox gözəl olar. Üç bacı olarlar. Həm də mən tez qayıdacağam. Deməli, ana qayıtmağı planlaşdırırdı. Hətta tez qayıtmağı planlaşdırır. Və bir də uşaqları, ümumiyyətlə bu ailəni görərkən onun ilk diqqətini çəkən qızların təmizliyi, gözəlliyi idi. Xanım Thenardier, fikirləşmək lazımdır dedi. Deməli, qəti yox demir qadın. Ayda 6 frank verə bilərəm. Bu da həmin dövrün, o dövlət üçün, yəni Fransa üçün olan pul vahidinin adıdır frank və qadın özü təklif edir ki, mən sizə 6 frank verə bilərəm. Bu zaman meyxananın içindən bir kişi səsi eşidildi. Bu da yoldaşıdır. 7 frankdan aşağı olmaz. Deməli, 7 frank istəyirmiş. Bunu da deyən kişidir. Həm də 6 aylığını qabaqcadan verməlisiniz. Şərtləri belə qoyur. Ümumiyyətlə, bu ailə çox pulgir, qəddar ailə idi. Ana, verərəm deyə razılaşdı. Bir səsi. Bundan başqa ilk xərclər üçün 15 frank da lazımdır. Deməli, hətta o 7 frankdan əlavə 15 frank da istəyir. Xanım Thenardier yenə həmin nəğməni oxuya-oxuya hesabladı və cəmi 57 frank dedi. Çünki hər şeyi əvvəldən istəyirdi. 6 aylığı deyir, qabaqcadan ver. Hesablayır qarı, yəni hesab aparan burada qadındır. 57 frank borcun olduğunu qeyd eləmiş olur. Qadın verərəm dedi. Baxın, qadın da birbaşa istisnasız verərəm sözünü qeyd edir burada. Bəs uşağın paltarı varmı? Bunu da deyən kişidir. Xanım Thenardier qeyd edir ki, danışan mənim ərimdir, tanıtdırır həmin qadına bu kişini. Bəs necə dedi? Əgər mən öz balamı tamam çılpaq qoysaydım, bu çox qəribə olardı. Deməli, qızın geyimləri var imiş. Thenardierlərin qonşularından bir qadın yolda qızın anasına rast gəlmişdi. O geri döndüyü zaman evdə demişdi. Yolda hönkür-hönkür ağlayaraq gedən bir qadına rast gəldim. Bu yolçu qadını nəzərdə tutur. Elə bərk ağlayırdı ki, ürəyim qanlı doldu. Fikir verin, burada onu görən qadının da ağladığı təsvir edilmir. Sadəcə həmin bu hönkür-hönkür ağlayan qadını görüb ürəyinin yəni pis olduğunu, ona yazığının gəldiyini vurğuluyor. Yolçu qadının vermiş olduğu 57 frank sayəsində əri Thenardier öz borcunu vaxtında verə bilmişdi. Deməli, həmin pulla borc qaytarırlar bunlar, bu ailə. Lakin bir aydan sonra onlara yenə pul lazım oldu. Arvadı Kazettanın paltarını polisə aparıb lombarda girov qoydu və əvəzində 60 frank aldı. Belə çıxır ki, Kazettanın əlində elə də ucuz olmayan bir geyimi var imiş. 60 franka bərabər lombarda qoyur və bunu da qoyan qadın idi, yəni Thenardier qarı. Bu pullar da qurtarandan sonra Thenardierlər Kazettaya güya rəhimləri gəldiyi üçün evlərində saxladıqları yoxsul bir qız nəzəri ilə baxdılar və onunla elə rəftar etməyə başladılar. Artıq qızın heç bir paltarı olmadığından onu balaca Thenardierlərin köhnə paltarları ilə, yəni cırcındırla geyindirməyə başladılar. Kazettanın anası Montreal'də yerləşərək hər ay məktub yazır. Deməli, başqa bir yerin adı burada çəkilir. Məktub yazırdı hər ay. Thenardierlər isə həmişə bir cümlə yazırdılar. Kazetta özünü lap yaxşı hiss edir. Təbii ki, bu yalan idi. Uşaq istismarı var bu əsərdə. İllər gəlib keçirdi. Uşaq böyüyür və böyüdükcə dərdi də artırdı. Hətta Kazetta balaca ikən yalnız 2 uşağın əziyyətini çəkirdi. Lakin 5 yaşına çatan kimi bütün evin qulluqçusu oldu bu qız. Deməli, oxucu da Kazettanın halına sanki yanır, eyni ilə onun qədər təəssüflənir, pis olur və s. Bayram qabağı bir neçə arabaçı ilə səyyar alverçilər Thenardier'in alçaq tavanlı otağındakı stolun ətrafında əyləşmişlər. Bu bayram qabağı dediyinə görə yadda saxlayın ki, burada söhbət Milad bayramından gedir. Milad bayramı. Həmin bayram qabağı. Meyxanaçının arvadı gür yanan kürədə bişən xörəyə baxır. Əri isə qonaqlarla içərək siyasətdən danışırdı. Deməli, əri siyasətdən danışır. Meyxanaçının arvadı da, yəni bu Thenardier qarı, gür yanan kürədə bişən xörəyə baxırdı. Kazetta ocağın yanındakı taxta üzərində, yəni həmişəki yerində oturmuşdu. Əynində cırcındır, yalın ayaqlarında taxtadan qayrılmış ayaqqabı,
ayaqqabısı da taxtadan imiş bu qızın. Ocağın işığında əyləşib Thenardier'in qızları üçün yun corab toxuyurdu. Baxın, bu toxumaq məsələsi də bir çox əsərlərdə var idi. Şəhrabanının toxumağı var, Anabacı əsərində toxumaq məsələsi var və Əminənin Əlibəyə olan hədiyyəsi. Ara sıra qonaqlardan birisi küçəyə baxaraq nə yaman qaranlıqdır. Ara sıra qonaqlardan biri küçəyə baxaraq nə yaman qaranlıqdır və ya bu qaranlıqda küçə ilə fənərsiz getmək üçün pişik olmaq lazımdır deyirdi. Bu sözləri eşitdikcə Kazetta tir-tir əsirdi. Onu su gətirməyə göndərəcəklərindən qorxurdu. Meyxanada gecələyən səyyar alverçilərdən birisi içəri girdi və kobud səslə dedi: "Səyyar." Deməli yerli deyildilər, səyyar, gəzən alverçilər. "Nə üçün mənim atıma su verməmişlər?" Deməli etirazını səsləndirir burada. Thenardier xanım küçə qapısını geniş açaraq qorxudan büzüşmüş qızcığaza "Get su gətir" dedi. Cəldulu. Təbii ki, bu Kazetta üçün çox qorxulu bir göstəriş idi. Çünki qaranlıqda meşəyə getmək, su gətirmək bulaqdan olduqca çətin və qorxulu idi. Kazettanın götürdüyü boş vedrə az qala özündən böyük idi. İçində bir uşaq rahat otura bilərdi. Vedrəsinin özündən böyük olduğu vurğulanır burada. Belə bir təzadlı böyüklük Qoca və Dəniz əsərində də var. Deyir, sanki qayığı balığa bağlamışdın. Yəni o dərəcədə qoca dənizçinin tutduğu balıq, marlen balığı böyük idi. Meyxananın qapısı ilə üzbəüz olan dükanda oyuncaq satırdılar. Deməli, oyuncaq dükanı hardaydı? Meyxananın qapısı ilə üzbəüz olan dükanda. Dükan meyxananın qapısı ilə üzbəüzdə idi. Birinci sırada ən görkəmli bir yerdə böyük bir gəlincik var idi. Bu gəlinciyin gözləri və həqiqi saçları var idi. Gözləri və həqiqi saçları. Əyninə çəhrayı rəngli incə bir paltar geyindirilmişdi. Başı qızıl sümbüllərlə bəzənmişdi. Bu gözəl oyuncaq daim sərgidə qalaraq 10 yaşından aşağı olan bütün gəliblərin heyrətinə səbəb olurdu. Deməli, hamı onu sevirmiş. Əldə etmək istəyirmiş. Kazetta əlində vedrə düşüncəli halda küçəyə çıxdığı zaman xanım adlandırdığı bu gəlinciyə baxmaqdan özünü saxlaya bilmədi. Deməli, bu gəlinciyə özü içində bir ad qoyulmuş ki, adı xanımdır. Çörəkçilər küçəsi ilə gedərkən dükanlardan işıqlar onun yolunu işıqlandırırdı. Deməli, çörəkçilər küçəsi ilə bu qız irəliləyirmiş və əvvəlcə hələ bulağa meşəyə çatmamış dükanların işığı düşürdü yola. Lakin biraz sonra İşıqlı dükanı ötüb keçdi. Yazıq qız qaranlıqda qaldı. Ürəyini bir qorxu bürüdü. Buna görə yeriyə var qüvvəsi ilə vedrəni yellədirdi. Vedrə səsləndikcə balaca qız da biraz ürəklənirdi. Sonuncu evin tinini dönəndə Kazetta dayandı. Bu son evdən o yana yol getmək ona qeyri-mümkün görünürdü, çünki artıq qaranlıqdı. Qızın qarşısında qaranlıq və izsiz bir çöl uzanırdı. O qorxu ilə bu yola baxırdı. Burada insanlar yox idi. Burada vəhşi heyvanlar ola bilərdi. Qorxu ona cəsarət verdi, geri qayıtdı. Öz-özünə dedi. Nə olsun, ona deyərəm ki, bulaqda su yoxdur. Deməli, getmək istəmir, qayıdır. Lakin 100 addım belə atmamış, yəni qayıtmış olur amma arxaya. Kazetta dayanır. İndi gözlərinə Thenardier qarı görünürdü. Bu mənfur və dəhşətli qarı kaftar kimi ağzını ayırmışdı. Gözləri hiddətdən parıldayırdı. Əksini görür. Yəni qarı özü gəlmiş olmur meşəyə bu qızın dalınca. Sadəcə əksi görünür, onun vahiməli əksi. Nə etsin, haraya getsin? Yəni qabaqda Thenardier qarının kabusu, arxada isə qaranlığın və meşələrin bütün cinləri dururdu. Deməli, bu iki belə deyək də, bu dilemma arasında daha qorxulusu Kazetta üçün Thenardier qarının siması, onun Kazettaya verə biləcəyi cəzalar idi. Və qız meşəyə getməyi, dönməyi daha üstün tutur. O daha az qorxuluydu sanki Kazetta üçün. Lakin Thenardier qarı daha qorxuncu idi. Kazetta onun qabağında geri çəkildi. Qızcığaz yenə bulağa doğru yürüməyə başladı. O ağlamağını güclə saxlayaraq yürürdü. Deməli, meşə ilə gedərkən ağlayır. Qəribə işdir. O yolu azmadı. Fikir verin, yolu da azmır. Dəfələrlə gəlib getdiyi yoldur, amma qaranlıqda gəlib getmək çox çətindir. Nəhayət bulağa çatdı. Çox qaranlıq idi. Lakin o bulağa su dalınca gəlməyə adət etmişdi. Yəni çox gəlib getmişdi. Qaranlıqda sol əli ilə bulağın üstünə doğru əyilən cavan palıd ağacının budağından yapışdı. Bulağa tərəf əyildi və vedrəni suyun içinə saldı. Qız dolu vedrəni çəkib otun üstünə qoydu. Ancaq indi taqətdən düşdüyünü hiss etdi. Dolu vedrəni aparmaq onun üçün çox çətin idi. Qızcığaz hərdən bir dayanır və hər dəfə dayandıqca buz kimi su vedrənin kənarından axaraq onun yalın ayaqları üstünə tökülürdü. Qızın 8 yaşı var idi. Düşünürəm ki, burada hamı o Kazettanın hər bir oxucu onun əziyyətini, o ağır vedrənin hətta çəkisinə qədər mən belə fikirləşirəm ki, həssas oxucular onu hiss edir ki, Kazetta nə qədər orada əziyyət çəkib. Fikirlərdən biri doğrudur. Bu testlərə də baxaq. Sonra
digər hissəsinə də keçid alarıq. Thenardiyələr ər-arvad xeyirxah idilər. Təbii ki, deyildilər. Anası Kazetta üçün hər cür fədakarlığa razı idi. Bu doğrudur. Meyxananın işləri uğurla gedirdi. Meyxananın işləri uğurla yox, yəni atına su verilməmişdi. Bunu ona görə yanlış götürmək olar. Kazettanı tərk edən anası sonralar onunla maraqlanmadı. Xeyr. Tez-tez məktublar yazırdı. Kazetta anasını tez-tez xatırlayırdı. Xeyr, əksinə Kazetta heç ağlına gətirmirdi onun ana adında bir qohumu var, kimisə var. Hər dəfə, yəni ümumiyyətlə düşünmürdü bu haqda. Ona görə də biz B variantını doğru cavab kimi götürə bilərik. Anası Kazetta üçün hər cür fədakarlığa hazır idi. Thenardiyə ailəsi daim borc və yoxsulluq içində yaşayır. Bəli, bunu doğru götürmək olar. Thenardiyələr Kazettanın anasının əlacısız olduğunu anlayıb onu soyurlar. Bəli, doğrudur. Kazetta 5 yaşında meyxananın qulluqçusu kimi işlədilir. Bu da düz. Kazetta ana nəvazişinin nə olduğunu demək olar ki, bilmir. Bəli, bu doğrudur. Kazetta yalnız meyxananın qonaqlarına xidmət edir. Xeyr, elə Thenardiyənin qızlarına, özlərinə, hamısına xidmət etməyə bu qız sanki məcburdur. İndi keçək digər hissəyə. Əsərin davamı. Kazetta birdən vidrənin yüngülləşdiyini hiss etdi. Böyük bir əl qulpdan yapışıb vidrəni yuxarı qaldırdı. Qız başını arxaya əyib baxdı. Qaranlıqda uca boylu, qara bir kölgənin onunla yan-yana getdiyini gördü. Bu adam heç bir söz demədən vidrəni onun əlindən aldı. Kazetta qorxmadı, hətta Kazetta qorxmur. Yolçu onunla danışmağa başladı. Mən belə fikirləşirəm ki, baxın bu hissədə hər bir oxucu sevinir ki, Kazetta o ağırlığı, yəni tam olaraq sonuna qədər çəkmir və ona sanki ilahi bir qüvvə, güc burada kömək eləmiş olur. Təbii ki, bunu əsəri orijinalından oxuyanlar bilir ki, bu insan Jean Valjeandır. Əsərin təhlili bitəndən sonra mən qısa şəkildə ümumiləşdirmələr də edəcəyəm, yəni Kazettanın taleyi ilə bağlı və olduqca maraqlı əsər olduğunu da dəfələrlə sizə demək istəyirəm. Oxumağınızı da tövsiyə edirəm. Kazetta qorxmur. Yəni bu Jean Valjean idi, yolçu. Yolçu onunla danışmağa başladı. Onun səsi sakit və ciddi idi. Bala, bu yük sənin üçün çox ağırdır. Kazetta başını qaldırıb, bəli cənab dedi. Balaca, sənin neçə yaşın var? 8 yaşındayam cənab. Haradan gəlirsən? Meşədəki bulaqdan. Qız öz yerini nişan verir. Deməli, yolla gedərkən rastlaşır Jean Valjeanla. Yolun çox uzaqdır. Hələ deyir 15 dəqiqəlik yolum var. Yəni Kazetta 15 dəqiqə ağır vedrə ilə, yalın ayaqla və qaranlıqda gəlməliymiş. Yolçu biraz sükut edəndən sonra birdən soruşdu. Deməli sənin anan yoxdur? Bilmirəm, deyə uşaq cavab verdi. Astadan əlavə etdi. Mənə elə gəlir ki, anam yoxdur. Yəni diqqət etsəniz, Victor Hugo görün necə ustalıqla, təsirli yazıb bu cümlələri. Mənə elə gəlir ki, anam yoxdur. Hamısının anası var, amma mənim anam yoxdur. Biraz susduqdan sonra yenə davam etdi. Yəqin mənim anam heç vaxt olmamışdır. Kazettanın taleyinə həqiqətən biganə qalmaq olmur, bir oxucu kimi. Yolçu dayandı. Vedrəni yerə qoydu. Uşağa tərəf əyilib çiyinlərindən tutdu. Diqqətlə üzünə baxdı. Qaranlıqda sanki onu tanımaq istəyirdi. Kazettanın arıq və zavallı üzü göyün ağımtıl, buz işığında tutqun bir şəkildə görünürdü. Sənin adın nədir? Kazetta. Yolçu elektrik vurmuş kimi diksindi. O yenə qızın üzünə baxdı. Əllərini Kazettanın çiyinlərindən götürərək vidrəni qaldırdı və addımladı. Deməli, bu hissədə o yolçu ki əyilir, onun çiyinlərindən tutur. Yeganə sualı Kazettanın adı olur həmin səhnədə. Yəni adını soruşur. Birazdan sonra yenə soruşdu. Bəs səni bu gecə vaxtı su üçün meşəyə kim göndərib? Thenardiyə xanım. Yolçu soyuqqanlıqla danışmağa çalışsa da səsində nədənsə qəribə bir titrəyiş vardı. Çünki acıyır Kazettanın taleyinə. Bir neçə dəqiqə keçdi. Yolçu yenə dilləndi. Məyər Thenardiyə xanımın qulluqçusu yoxdur? Yox cənab. Elə təksənsən? Bəli cənab. Yenə sustular. Sonra Kazetta dedi. Onun 2 balaca qızı da var. Hansı balaca qızlar? Polina və Zelma. Deməli burada qızların adları bu şəkildə göstərilir. Çünki Kazettanın dilindən verilir. Kazetta onları bu cür adlandırırdı. Qızların adları isə fərqlidir. Az sonra Kazetta astadan səsləndi. Onların gözəl kuklaları var. Cürbəcür parıldayan oyuncaqları var. Onlar oynayır, əylənirlər. Elə bütün günü? Bəli cənab. Bəs sən? Mən işləyirəm. Bütün günümü? Qız iri gözlərini qaldırdı. Yolçuya baxdı. Gözlərində yaş vardı. Deməli burada kövrəlir Kazetta. Lakin gecənin qaranlığında görünmürdü. Yanıqlı bir səslə cavab verdi. Bəli cənab. Deməli bütün günü Kazetta işləyirmiş bu qızlardan fərqli olaraq. Biraz susduqdan sonra əlavə etdi. Hərdən bir işimi qurtaranda icazə versələr, özü də icazəli şəkildə. Mən də oynayıram. Bəs sən necə oynayırsan? Elə bildiyim kimi. Ancaq mənim oyuncağım azdır. Mənim ancaq bir balaca qalay qılıncım var. Bax bu boyda.
Qız çeçələ barmağını göstərdi. Balaca çeçələ barmağı boyda onun bir qılıncı var imiş, onu oyuncaq adlandırır və onunla da oynayırmış. Qılınc bir şey kəsirmi? Bəli cənab deyə qız cavab verdi. Qılıncım salat kəsir, bir də milçək başı kəsir. Tenardiya xanım əlində şam qapının ağzında göründü. Deməli bu qəddar qarı əlində şamla qapının ağzında dayanıb. Vay səni yaramaz. Bu vaxta qədər haradaydın? Baxın, Tenardiya qarının bu hərəkətləri ilə oxşarlıq təşkil edir Məşədi Abbas. O da yəni 1 manatı gətirmədiyi üçün baharı qışın günündə o uşağı salır küçəyə. Kazetta qorxusundan titrəyərək dedi. Xanım, bu ağa gecəni sizdə qalmaq istəyir deyə bildirdi. Girin ağa deyir. Deməli, Kazetta sanki o qarının vahiməsini biraz yumşaltmaq üçün bu cümləni səsləndirir ki, ağa yəni sizdə meyxanada qalmaq istəyir. Yolçu içəri girdi. Boğçası ilə ağacını skamyanın üzərinə qoyaraq stolun yanında əyləşdi. Deməli, əlində boğçası və ağacı var imiş. Şəkildə də baxın, bu təsvir olunur bu hissədə. Boğça və ağac. Davam edirik. Kazetta tez stolun üstünə bir butulka şərab və stəkan qoydu. Deməli, bir butulka şərab və stəkan. Yan qapı açıldı. Epanina və Azelma içəri girdilər. Qızlardı. Doğrudan da ikisi də qəşəng qızlar idi. Qızlar gedib oyuncağın yanında oturdular. Əllərində bir gəlincik var idi. Gəlinciyi o yan bu yana darta-darta gülüşüb oynayırdılar. Ara sıra Kazetta işindən ayrılaraq məyus nəzərlə qızlara baxırdı. Birdən Kazetta dönüb döşəmənin üzərində Tenardiya qızlarının unutmuş olduqları gəlinciyi gördü. Kiçik qızların başları pişiklə məşğul olduğundan gəlinciklərini mətbəx stolunun altına atmışdılar. Deməli, qızların başı qarşı pişiyə. Kazettaya baxan yox idi. Bir dəqiqə belə vaxt itirmək olmazdı. Stolun altından çıxaraq bir daha baxıb kimsənin olub-olmadığını, yəni görmədiyini yəqin edəndən sonra tez dizin gəlinciyə tərəf süründü. Onu əlinə götürdü. Başı oynamağa qarışdı. Onun bu hərəkətini yolçudan başqa kimsə görmədi. Deməli, yolçudan başqa bu hərəkəti kimsə görmədi. İndi bir sual yaranar ki, niyə məhz yolçu gördü? Bu təsadüfdürmü? Xeyr. Mənə elə gəlir ki, elə yolçunun nəzərləri ilk otağa girəndən Kazettanın üzərində idi ki, yəni görəsən ona burada hansı əzablar verilir? Yolçunun diqqəti yalnız bu uşağın üzərindədir. Qızın sevinci 15 dəqiqəyə qədər sürdü. Deməli, azı 15 dəqiqə Kazetta bu oyuncaqla oynayır. Qızlar çaşıb qaldılar. Kazetta onların gəlinciyini götürməyə cəsarət etmişdi. Deməli, heç vaxt Kazettanın bu gəlinciklərlə, onların oyuncaqları ilə oynamağa ixtiyarı olmayıb. Epanina anasının yanına gəldi və tumanından çəkməyə başladı. Deməli, hansı qız? Epanina. Ana, baxsana deyib barmağı ilə Kazettanı göstərdi. Kazetta dırnaqarası xanımların oyuncağını götürməyə cəsarət etmişdi. Qadın hiddətindən xırıldayan bir səslə deyir. Kazetta, deyə bağırdı. Kazetta vurulmuş kimi birdən titrədi. Qadına tərəf döndü. O gəlinciyi götürdü. Pərəstiş və ehtiyatla yavaşca yerə qoydu. Özünü saxlaya bilmədi. Hönkür-hönkür ağlamağa başladı. Deməli, Tenardiya qarı onun əlindən gəlinciyi almır. Qız özü qorxaraq asta şəkildə həmin gəlinciyi qoyur yerinə. Yolçu qapıya tərəf yönəldi. Qapını açdı, küçəyə çıxdı. Elə həmin dəqiqə. Qadın qonağın getməsindən fürsət taparaq Kazettaya bir təpik vurdu. Qız acı-acı ağladı. Qapı açıldı, yolçu göründü. Əlində biraz yuxarıda bəhs etdiyimiz və bütün kənd uşaqlarının nəzərini cəlb edən gözəl gəlincik vardı. Gəlinciyi Kazettanın qabağına qoyaraq, al bunu, bu da sənin dedi. Kazetta gözlərini qaldırdı. Yolçunun əlində gəlincik ona tərəf gəldiyini gördü. Gözlərini oyuncağa dikdi. Lakin biraz sonra yavaş-yavaş geri çəkilib divarın yanındakı stolun altına soxuldu. Uşaq o qədər travma alıb ki, hətta bu oyuncağın belə ona verildiyini, yəni hiss etmək, duymaq, inanmaq istəmir buna. Yəni bunu sanki Kazetta möcüzə kimi baxır. Axı o əl çatmaz gəlincik idi. Onun ola biləcəyini heç vaxt xəyal etməzdi. Sadəcə xəyalında onunla oynayırdı, adını xanım qoymuşdu və bir gün həmin gəlinciyə sahib olacağını heç vaxt Kazetta düşünməzdi. Buna görə istəmir və deyir, stolun altına soxulur. Qəbul edə bilmir, həm də qorxur. Tenardiya xanım və qızları büt kimi donub qalmışdılar. Tenardiya xanım daşa dönüb gah gəlinciyə, gah da yolçuya mat-mat baxırdı. O səsini yumşaltmağa çalışaraq, hiləgərlik eləyir burada. Yaxşı, Kazetta, gəlinciyi nə üçün almırsan dedi. Nəhayət Kazetta gəlinciyə yanaşdı və yavaş bir səslə Tenardiyaya dedi. Olarmı xanım? Nə soruşursan deyə qadın ona cavab verdi. Bu sənindir. Bu cənab onu sənə bağışlayır. Doğrudanmı ağa deyə Kazetta soruşdu. Lap gerçəkmi? Bu gəlincik mənimdirmi? Yolçunun gözləri ilə bir yaşarmışdı. O ağlamamaq üçün susur. Bir həyəcan dəqiqəsi keçirirdi. Qonaq gəlinciyi qızcığaza verdi. Baxın burada
Kazettaya həmin gəlinciyi verdi. Mən fikirləşirəm ki, bu hissədə də oxucu azı kazetta qədər sevinir o gəlinciyə. Bir neçə saat keçdi. Müştərilər dağıldılar, meyxana bağlandı. Thenardier qonağa yanaşdı, astadan dilləndi. İstirahət etmək istəmirsinizmi, cənab? Hə, doğru deyirsiniz deyə yolçu cavab verdi. Deməli, Thenardier qarı özü təklif edir ki, yadına salırsan ki, istirahət etmək istəmirsinizmi? Thenardier gülümsəyərək, buyurun, cənabınızı ötürüm dedi. Otağına ötürülmüş. Ertəsi gün səhər tezdən günün çıxmasına azı 1-2 saat qalmış, qonaq solana girdi. Səhəri gün. Meyxanaçı qadın, nə tez oyanmışsınız dedi. Yoxsa artıq yola düşürsünüz? Yolçu fikirli və dalğın idi. Sanki oxucular da, mən düşünürəm ki, hamı da istəyir ki, kazettanı buradan o xilas eləsin. Təbii ki, əsərin orijinalında bu belədir. Jean Valjean kazettanı bu qəddar insanlardan, meyxanaçılardan xilas eləyir. Onun həyatında böyük bir dönüş olur. Yəni, kazettanı bu əzablardan qurtarmış olur Jean Valjean. Sonra, baxaq burada da testlər varsa, mövzu ilə bağlı xeyir yoxdur. Kazetta böyük, məşhur yazıcının Səfillər romanından bir parçadır. Azğın meyxanaçıların əlinə keçən balaca qızın kazettanın acı həyatı oxucuya özgə taleyinə yanmaq, başqalarının dərdini özününkiləşdirmək kimi insani keyfiyyətlər aşılayır. Anası ağır həyat şəraitində ömrü sürən, gələcəkdə onun kimi səfil həyatı yaşamasın deyə onun meyxanaçı ailəsinə verir. Ailənin evi, yeməyə bir parça çörəyi, kazettanın dostluq edə biləcəyi azyaşlı uşaqları var idi. Ana imkan düşən kimi qızını bu ailədən götürəcəyini düşünür. Amma reallıqlar və həyatın axarı ana ilə qızın taleyini dəyişir. İndi diqqət yetirək kazettanın başına nələr gəlir. Romanın əsas obrazı olan Jean Valjean, bacısının övladı acından ölməsin deyə oğurluq edib həbs olunan gəncdir. Deməli, Jean Valjean bir gənc olmuş. Və cəza alan Jean Valjean bir neçə dəfə həbsxanadan qaçmağa cəhd etdiyinə görə 19 il çəkməli olmuşdu bu cəzasını. Fantina Jean Valjean'ın fabrikində çalışan, bu Fantina da kazettanın anasıdır. Və kiçik qızı olan kasıb bir qadındır. Deməli, kazettanın atasından söhbət gedir burada. Atası bəlli olmayan bir uşaq. Günlərin birində həbs olunma təhlükəsi ilə qarşılaşan Fantinanı Jean Valjean xilas edir və onu xəstəxanaya aparır, yatırır. Lakin Fantina yaşadığı əzablara dözməyərək ölür, kazettanın anası. Jean Valjean'dan qızına sahib çıxmasını istəyir. Jean da öz növbəsində ona söz verir. İllər keçir, kazetta artıq böyümüş, gözəl bir qız olmuşdu. Jean Valjean saxta kimlikli həyatını davam etsə də polis müfəttişi Javert onu izni buraxmır. Bu sırada kazetta Marius adlı bir gəncə aşiq olur. Amma Javert Valjean'ın əslində kim olduğunu tapır və gənc sevgililər ayrılmaq məcburiyyətində qalırlar. Yəni kimliyini dəyişən Jean Valjean'ı tapırlar. Hadisələrin gedişatı bu cür davam edən anda qiyam baş verir. Kazettanın sevgilisi və polis məmuru Javert qiyamçılar sırasında olurlar. Onlara edam cəzası verilir. Bu sırada Jean Valjean yenidən ortaya çıxır və edam etmə vəzifəsi ona verilmiş olur. Lakin Jean polis məmurunun qaçması üçün şərait yaradır. Fikir verin, o Javert onu elə bir izində gəzən insan idi, amma Jean Valjean əvəzində onun qaçmasına şərait yaradır. Bu sırada qarşıdurmalar yenidən başlayır və Marius ağır yaralanır. Onun həyatını xilas edən Jean Valjean Marius'u xəstəxanaya aparır. Daha sonra Marius sağalır və Kazetta ilə evlənir. Jean Valjean da bir müddət sonra həyatdan köçür, ölürmüş. Bir zamanlar yepiskopun ona verdiyi 2 gümüş şamdanı heç vaxt yanından ayırmırlar və sonda da məzarının başına qoymuş olurlar. Belə oxucular üçün də maraqlı olan Kazetta, Səfillər romanından bir parça olan bu hissənin də izahı bitdi. Düşünürəm ki, hamı üçün maraqlı və lazımlı, faydalı təhlil oldu. Və bu əsəri oxuyarkən emosional, yəni hisslərə qapılmamaq mümkün deyil. Çünki biz ədəbiyyatçıyıq, ədəbiyyat müəllimiyik. İzahı dinlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Belə izahların daha çox olmasını istəyirsinizsə kanala abunə olub bəyənməyi unutmayın. Sağ olun.